Yaşaydım. Təsəvvürün evdə göyərti yox idi, bir də soğan yox idi. Əzilmədim, getdim aldım mən. Balıqdır çox anam Mazilkadaydı. Bunun üstüne qəbəz yağ atardım kaçkan. Amma demirəm bulanacağına balığın yağı var. Bu o birisi kimi çox yağlı deyil ancaq. Göz ağınlarda qəşəngdir. Acıdır. Bir də keçən videoda deyirsiniz, wasabi çox acıdır bizimkər. Ay sənin wasabinin acıdır, bizimkər şirindir. Как будто ki wasabi acı olur da zaten. Mən də bilirəm də wasabi acı olur. Bu çox acıydı prosto. Bir də ki həmin videoda ben ilk dəfə də sushi yemirdim ki. Mən ilk dəfə sushini qəsəbədə yemişəm. Bu yay. Keçən yayda 25'in yayında. Bacım gündən eyni evdə qalırdıq orada. Bir də gördüm mənə çağırırlar ki, Ayka gəl. Burada sushi var da yeyək. Getdim mən. Amma nə ilk dəfə şey gəlməmişdi. Dadı qəribə gəlməmişdi. Sanki tanıyıram da o da. Sonra düşündüm ki, o mən hardan tanıya bilərəm. Düşündüm qırmızı balıqdan filan, düyüdən, sonra pendirdən filan da. Onu bir kanla yemək yaxşı görünmür. Əslində onu çubuqla yemək öyrənmək lazımdır. Olmadı əlinə. Nə çox sümüyü var ya bunun. Belə nəysə.